Salam. Bugün 22 apreldir və mən praktikaya getməmişəm. Buradan səs var diye. Bugün dersi kırıyorum. Biraz mola istiyorum. Arkaya koyabilirim bəli. Səbəb bilmirəm, müəllim olmaq istəməyən birinin praktikaya getməsi kifayət qədər yorucudur məncə. Gedib o qədər uşağa məruz qalmaq. Düzdür, praktika məkanım digərlərinə və yaxud da digər qrup yoldaşlarıma nisbətən daha yaxşıdır. Amma mən başa düşən çözəcəyəm usta, nə demək istədiyimi. Bugün birinci gedəcəyik. Buradan Nərminə salam. Nərminlə mayın 10'u bir illimiz tamam olur. Yəni dostluğumuzun. Ona hediyə düzəltmək istəyirəm. O da yəqin ki, mənə nəsə şey deyəcək. Bu arada bunlar da o alıb. Olur bəzəkli. Qutusu da olur bəzəklidir. Hə. Bilmirəm onun ağlında necə bir şey var, amma mən ki klasik həmişə əl işi düzəldirəm mən, əl işinə üstünlük verirəm. Bu dəfə də əl işi olacaq, amma daha çox belə vizualizasiyaya yönəlmiş bir hədiyyə. Onun üçün, onun dəyər verdiyi bir şey. Ondan əlavə bugün ona görə birinci gedirik gil almağa. Ondan sonra bol-bol gəzməyi düşünürəm və yanımda niyə də skalyozumuzu ağrıtmayaq bu gün deyə bir sketchbook, iki sketchbook. Bunun içində heç nə çəkməmişəm bu arada hələ də. Mükəmməliyyətçiliyimi qırmaq istəyirəm ona görə. Bunda ən azından bir dənə şəkil var. Girişi belədir bu arada, üstü belədir. Açabilirsəm. Narlar. Mən və nar obsesiyam. Bunun içində full karandaşlar var. Sadə karandaşlar. Bir kitab bədii. Bir kitab metafiziki deyə bilərik. İnkişaf yönümlü. Not üçün. Bu da qələmlər. Çoxu da qaradır. Biri göy, biri sadə. Məncə hər ehtimala həvəsim gəlmişkən orada tam detallandırmaq üçün çəkəcəyim şeyləri bunu da götürüm yanımda. Çünki çox vaxt ondan istifadə edirəm daha detallı olsun deyə. Karandaşlarım mükəmməl deyil. Ona görə tam belə pigmentasiya verə bilmirlər. Neysə. Belə. Yola düşək. Bu arada anam bu videonu görəndə əsəbləşməsin, zəhmət olmasa. Evi yığışdırmışam. Love you-mada. Yəni gül. Həqiqətən. Bir şey yaradım. Video çəkə bilmirəm. Yəni onu tutub belə qaldırmaq, çəkmək, danışmaq. Hələ ki çətin gəlir. Bir də plus mağazada da işçilər məni boş buraxmadığı üçün yerə qoyub da çəkə bilmədim və mahnının səsi də çox yüksək idi. Bayağı şey almışam. Onları göstərim. Biraz burada dincəlim. Gedəcəm. Birinci akrilik boya seti. Məndən olsa bundan almaram bu arada. Yekələr var ya, bax ondan alaram. Sadəcə onların biri təxminilə bu qiymətə gəldiyi üçün və mənə bu dəqiqə müxtəlif rənglər lazım olduğu üçün məndə sadəcə ağ var və ağla böyük bir şey deyə bilmirəm. Müxtəlif rənglər lazım olduğu üçün hələlik bu. Bu bitənə qədər biraz kənara atıb əsas rənglərdən başlayaraq almaq olar deyə düşünürəm. Belə. Təəssüf ki, İncəsənət adamı olmaq sahəsindən asılı olmayaraq çox qəlizdir, çünki hər şey bahadır. İkinci, gil. Mən alanda bunların qəhvəyi fason, narıncı fason rəngi var, onu sevmirəm. Ağ alıram həmişə ki, bir də əlləşməyim də o qəhvəyini örtməklə.
belə 500 qram almışam. Bir dənə problem var ki, mən deyəsən keçən dəfə, yəni həmişə aldığım 1000 qram falandır yəqin ki. Hər dəfə ümid edirəm mənim səsim yaxşı gəlir. Hər dəfəsində bir qismi quruyur və israf olur. Necə saxlayım bilmirəm. Ona görə bu dəfə çox da yekə almadım. Ondan sonra bunlar balaca şeylərdir, göstərəcəm. Deməli, bir dənə ağ karandaş yontmaq lazımdır. Bir dənə 005 uclu qələm. Çox parıldayırmışam kimi gəlir. Və fokuslanmamış kimi ucu var. İndi əsl YouTuber oldum. Nəysə, bir də 04 uclu daha doğrusu. Onun ucu belədir. Məndə bunun 03'ü də var. Amma o çantamdadır. Bunun rənginə vuruldum açığı. Əlimdə də var. Yəni, çox qəşəng bir rəngi var. Bununla qəşəng güllər çəkmək olar deyə düşünürəm. Ya da dodaqlar falan. Bayıldım. Ona görə aldım. Bir dənə bu. Hamısı bir yerdə 70 qəpiyə aldım dostlar. Gedib ala bilərsiniz. Mən bunların böyüklərini sevmirəm. Əsas balacalarına istifadə edirəm. Və vaxtilə bu rəngini bir də çəhrayısını almışdım. Amma bu itib mənim favorite rəngim. Ona görə dedim alım. Onsuz çox istifadə edirəm. Və son olaraq uçma bir dənə klok. Bunlar bir-bir göstərmək lazımdır. Bantikli. Sonra belə xəttli. Ulduzlu. Ulduz sevdiyimi bir insan necə anlamaya bilər bundan sonra. Və ürəkli. Belə çox qəşəng lavantadır yəqin ki bunların adı. İyi gəlir bu tərəfdən. Burada biraz dincəlib bəlkə şəkil çəkib bilmirəm. Yoluma davam edəcəm. Hal-hazırda tam belə koordinatı ilə deyə bilməyəcəm, amma elmlər əhatəsindəyəm. Hələ uzun bir yol qarşımızda var. Ara məhəllələrlə gəzməyə davam edirəm. İkili videonu yoxlayıram hal-hazırda. Təəssüf ki, kameralar mənim gözümün gördüyü kimi əks elətdirə bilmir. Bu yolları bir dəfə hiking tərzi eləmişəm. Amma belə düşünürəm ki, axşam gəzəndə daha maraqlı olur mənzərə. Amma gündüz gəzməyin də faydası oldu ki, daha çox detal gördüm. Bəli. Parıldasam da vecimə deyil, həqiqətən. İşığı mən idarə edə bilməyəcəm, təəssüf ki. Telefonumda pro çəkmiş. Dağüstü parkdayam.
Əslində söz vermişdim ki, bura bir də gəlməyəcəm. Amma artıq düşünürəm, mənasız yerə məkanları müqəddəsləşdirməyin bir adı yoxdur. Onlara sadəcə məkan gözü ilə baxmaq lazımdır. Xatirələrimi daşıyan bir yer. Mən bura hər dəfə gələndə keçmiş məndən, indiki mən görüşür. Xüsusilə bu nöqtə yəni mənim üçün əzizdir. Amma əziz olmağı qadağaya çevrilməməlidir də. Yəni mən ora istədiyim vaxt gedib gələ bilməliyəm. Buna icazə verməliyəm. Bugün bir daha fərqinə vardım ki, mən gündəlik rutinlərimdə və yaxud da gündəlik seçimlərimdə ruhuma daha yaxın olanı eləməyə başlayanda, mənim seçimlərim, rutinlərim və s. ruhumu əks elətdirəndə, mən həyatı yenidən tam sevməyə başlayıram. Yəni həyat mənə çox xoş olur. La vita bella. Yes. Məsələn, məktəbdə intern olmaq, təcrübəçi olmaq heç mənlik bir şey deyil və məni həqiqətən çox sıxır. Ora getmək, uşaqlarla vaxt keçirtmək, uşaq sevənlər üçün xoş ola bilər, amma mənim üçün deyil. Və yaxud oturub bir-birinə isə yoxlamaq. Mən uşaqlıqdan bilirdim ki, mənim üçün ofis işləri, kağız, sənəd arasında olan işlər uyğun deyil. Mən kağızlarla işləmək sevirəm təbii ki, amma incə sənət tərəfdən, craft tərəfdən, kəsib doğramaq, nəsə yaratmaq və s. Bir tərəfdən də mən öyrətməyi sevirəm, amma mənim öyrədəcəyim şeylər fəlsəfə barədə ola bilər, metafiziki ola bilər, incə sənət ola bilər, səyahətlə bağlı ola bilər və yaxud da təbiətlə bağlı ola bilər. Bu və bunlar kimi başqa mövzular da düşünün artıq, siz özünüzə uyğunlaşdırın, beyninizdə düşünün falan. Belə şeylərdən danışmaq mənə zövq verə bilər, amma uşaqlara yox, məni başa düşə biləcək IQ-da ən azından olan insanlara ki, o məndən nəyisə götürsün, onsuz da məlumat hazır olanlara gəlir. Buradan Fidan xanıma salamlar. Yəni, bir daha anladım ki, insan dəyərləri ilə hizalananda həqiqətən çox xoşbəxt hiss edir özünü. Necə ki, mən bugün, yəni həyat seçimlərdən ibarətdir də, mən bugün seçdim ki, bir günlük praktikaya getməyim, çünki insanlardan da yorulmuşam və bütün günü otururam. Təəssüf ki, günlərdə ancaq otururam. Öz seçimimdir təbii ki. Və möhtəşəm, hal-hazırda möhtəşəm hiss edirəm yəni özümü, normal. Demək ki, həqiqətən dəyərlərimi müəyyənləşdirib onlarla hizalanan bir həyat yaratmaq lazımdır. Yəni düzdür ki, mən çox ekstravert bir insanam, sosial insanam. Mən cəmiyyətin bir parçası olmağı sevirəm. Mən insanlarla işləməyi, danışmağı sevirəm. Hətta burada bir dilemma, bir paradoks yaranır əslində. Mən insanlarla danışanda həm onlardan enerji alıram. Yəni danışmaq mənə eyni zamanda enerji verir, işləməyə enerji verir. Amma çox olanda, arada bir fasilə verməyəndə mental olaraq çöküşə doğru gedir bu. İnsanlardan yoruluram, bezirəm. Hələ ki, əgər daimi pislik görməyə falan başlayırsansa. Hələ yəni bu qədər olan şeylərdən sonra uzun müddətdir ki, mən istəyirəm Kruza kimi bir adada qalım da, yəni insan görməyim. Bu məsələ, uzaqlaşma məsələsi mənim kimi bir insan üçün çox böyük bir düşüncə tərzinin dəyişilməsidir əslində. Nəyə görə? Çünki mən özümü tanıyandan bəri bu dünyada bir iz qoyub getməyin tərəfdarı olmuşam. Həm istəmişəm, həm də tərəfdarı olmuşam. Yəni məncə bir insan çiyninə bir yük alıb yol getməlidir. Amma indi elə bir dövrdəyəm ki, düzdür, bu günlərdə biraz mental olaraq yaxşıyam. Amma elə bir dövrdəyəm ki, həyatımdakı hər kəsin, amma hər kəsin, ya nə gözəl, ekran yenə söndü. Daha normal görsənirəm sanki.
Hə, həyatında olduğum hər kəsin həyatından, zehnindən yox olmaq istədiyim bir dövrdəyəm. Yəni bildiyin fidan yoxdur, bu qədər. Onların beynindəki fidan varlığı mənə əzab verir deyəsən, bilmirəm. Və bundan əlavə düşünürəm ki, əsasən 2025-də hələ də davam edir o. 2025-də necə görsəndiyimi heç cürə görə bilmirəm. Hə. 2025-də məncə mən kölgə tərəfimlə tanış olmuşam. Çünki I was always sweetheart da. Sweetheart-ı necə tərcümə edeyim bilmirəm. Cimcimə, xoş ürəkli, heç kim üçün kin güdməyən, heç kimi qısqanmayan, əsasən görünüş cəhətdən heç bir xanımla özünü müqayisə eləməyən. Yəni mən bunu yetişdirmişdim bu ilki dövrə qədər. Amma gördüm ki, fərqinə vardım ki, daha doğrusu, sən bu həyatda həmişə bir sweetheart ola bilmərsən. Sən də insansan, sən də kinlənə bilərsən, sən də qısqana bilərsən, nifrət duya bilərsən. Mən həmişə insanların qəlbini qırmamağa çalışmışam da və hələ də çalışıram, yəni. Kimsə qəlbini qırmaq mənə zövq verməyib heç vaxt, ya da kimsə torbasını tikmək. Eləməmişəm yenə də, amma nəysə, eləyə də bilərəm mən bir insanam. Bunu öyrəndim ki, içimizdəki şeytani tərəf hamının içində var. İstəyirsən paç ol. İçimizdəki şeytani tərəflə barışmaq ən gözəldir. Həqiqətən. Bir tərəfdən qeydləri yazmışam deyəcəklərimi unutmamaq üçün. Niyəsə qaranlıq görsənirəm. Yəni bizim 100 illikdə özünü önə qoymaq, özünü seçmək, gerçək bir sevgi istəmək, dürüstlük istəmək insanların çoxu tərəfindən böyük bir şeymiş kimi qarşılanır, soyuqdur. Soyuq olacaq da daha süpərdir. Amma always choose yourself da, həqiqətən. Not in a selfish way, but you have to choose yourself. You have to be devil sometimes. Always put yourself first. Just choose yourself first. If you want, the life will make you too. Notlarımı İngilizce yazmışam. Ona görə İngilizce danışmaya başladım. Mən İngilizce danışmaq istəyirdim. Və bunu da deyim, sonra da gedək, donuram. Təzə başladığım kitabda Kör Bayquş, Sadıq Hidayətdən Kör Bayquş. Burada bir dənə qəşəng cümlə var. Mənim çox içimə xitab elədi. Sizə də oxuyum. Gedək, donuram həqiqətən. Deyir ki, qaralmasam inşallah. Ve şimdi yazmaya karar vermişsem, bunun tek nedeni kendimi gölgeme tanıtmak isteğidir. Duvardan doğru eğilmiş yazdıklarımı oburca yutmak, yok etmek isteyen gölgemi. İşte onun için denemek istiyorum. Birbirimizi ola ki daha iyi tanırız. Uzun zamandır başkalarıyla bütün bağlarımı koparmışım. Kendimi daha iyi tanımak istiyorum. Ne boş düşünce olsun fakat her hakikatten çok azap veriyor bana. Bana benzeyen, görünüşte bendeki ihtiyaçlara, tutkulara, arzulara sahip bu insanlar niçin kırarlar beni? Ancak benimle eğlenmek, bana çatmak için yaratılmış bir avuç gölgeden başka bir şey mi bunlar? Ne hissetsem, ne görsem, neye değer versem, hepsi baştan sona bir vehim değil mi? Gerçekten hali farklı bir kuruntu değil mi? Fakat ben gölgem için yazıyorum. Gaz lambasının duvara yansıttığı gölgem için. Kendimi ona tanıtmalıyım. Bayaqdan olsa gölgə tərəfdən falan danışırıq. Ona görə açıqlama verməyəcəm. Kim bu cümləni hansı tərəfi ilə qəbul edir, eləsin. Artıq soyuqdur. Gedək. Buradan göstərə bilsəm.
Bəli. Gərək videonun əvvəlində deyərdim ki, bu videonun içərisində çoxlu xaotik videolar olacaq. Ona görə qulaqlarımız gedə bilər. Amma artıq çox keçdi.